Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əziz və dəyərli izləyicilər, hər birinizi Quran-ı Kərimin surələri tanışlıq verilişində xoş gördük. Bugünkü mövzumuz Quran-ı Kərimin 25-ci surəsi Furqan surəsidir. Təbii ki, qeyd etmişdik, Quran-ı Kərim 114 surədən ibarətdir, 6236 ayədən ibarətdir. Quran-ı Kərimin tərtibinə əsasən birinci surə Fatihə surəsi, son surə isə Nas surəsi ilə bitir. Və bu mübarək Quran-ı Kərimin tərtibinə əsasən 25-ci surə Furqan surəsidir. Furqan surəsi adından da göründüyü kimi haqqı batildən ayırt etmək deməkdir. Quran-ı Kərimin adlarından da biri Furqandır, yəni haqqı batildən ayırt edən. Quran-ı Kərimin çox adları vardır, onlardan biri kitabdır, biri Furqandır, biri zikirdir. Bütün bunlar Quran-ı Kərimi vəsf edən sifətlərdir. Allah Teala bu mübarək surənin adında Furqan adlandırıb. Çünki bu mübarək surənin ilk ayəsi Quran-ı Kərimi Furqan deyə xatırladır. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Təbərəkəl-ləzi nəzzələl furqana alə abdihi liyəkunə lil'aləminə nəzira. Pak və müqəddəs olan Allah Furqanı öz quluna nazil etdi ki, bütün aləmləri, insanları, cinləri, bütün varlıq aləmini qorxutsun. Yəni Allah Teala Quran-ı Kərimi haqqı batildən ayırt edən bu kitabı, insanları doğru yola hidayət edən bu kitabı, heç şək şübhə olmayan bu kitabı, əziz Peyğəmbərimizin əbədi möcüzəsi olan bu Quran-ı Kərimi insanları zülmətdən nura çıxardan, qəlblərin şəfası, ölmüş ruhların qidası olan bu mübarək kitabı öz quluna, yəni Həzrət Peyğəmbərimizə nazil edən Allah pak və müqəddəsdir və bunu Həzrət Peyğəmbərimizə nazil etdi ki, insanları qorxutsun, cəhənnəm ateşi ilə qorxutsun. Çünki insan unutqan bir varlıqdır. İnsan bəzən elə düşünür ki, elə gözümlə nə görürəmsə o vardır. Lakin Allah insana xatırladır ki, ey insan, sənin gözünlə görmədiklərin, gözünlə gördüklərindən daha çoxdur. İnsan məhdud, maddi bir varlıq olduğu üçün yalnız maddiyyətə aludə olur və maddi aləm onu əhatə edir. Lakin Quran-ı Kərim insana xatırladır, insanı təfəkkür etməyə əmr edir ki, ey insan, bu Quran səni qorxudur. Gələcəkdə öldükdən sonra ki, aləmi sənə xatırladaraq, cənnəti və cəhənnəmi sənə xatırladaraq, etdiyin hər bir əməl haqqında soru-sual olunacağını sənə xatırladaraq səni qorxudur. Səni ona görə qorxudur ki, bu müvəqqəti fani dünyadan köçən zaman artıq sənin gözün açılacaq və həqiqətləri dərk edəcəksən. Allah Teala mübarək kitabında da buyurur, həmən gün onların gözləri kəskin görəcək. İnsan ölüm anında gözləri bərələn zaman artıq həqiqətlər onun önündə açılır, bəsirət gözü açılır, pərdələr onun gözündən götürülür, adi gözlə görmədiyini artıq görməyə başlayır. O zaman artıq bu dünyadan vidalaşıb əbədi axirət aləminə köçür. O zaman peşmançılıq heç bir fayda verməyəcək. Odur Quran-ı Kərim bizə hələ bu dünyadaykən axirət aləminə azuqə yığmamızı, tədarük görməyimizi istəyir və bizi hazırladığı təqvalılar üçün, müttəqilər üçün hazırladığı cənnətə daxil etmək istəyir. Odur ki, bizləri cəza ilə və yaxud da qiyamət gününün səhnələri ilə bizləri qorxudur ki, ey insan, müvəqqəti həyata şeytanın zinətləndirdiyi bərbəzəyə, oyun-oyuncaq adlandırılan bu dünyaya qəlbini bağlama, aldanma, bu dünyada yaşa, Allahın nemətlərindən istifadə et. Bu dünya bir dəniz kimidir. Nə qədər o gəmi suyun üzərində üzürsə, heç bir təhlükəsi yoxdur. Elə ki, o su gəminin içərisinə girdi, artıq onu batırar və onun böyük bir təhlükəsi olar, artıq onu həlak edər. Bu dünyada insanın qəlbinə girdisə, bu gəmi kimi, o dəniz kimi insanı dənizin dibinə batırar. Odur Allah Teala ayətləri ilə, möhkəm ayətləri ilə, haqqı batildən ayırt edən ayətləri ilə, surələri ilə bizləri xəbərdarlıq edir və bizləri qorxudur. Allah Teala bu mübarək ayəni qeyd edəndən sonra Allahın öz sifətlərini qeyd edir. O mübarək, o müqəddəs Allah, o bütün eyb və nöqsanlardan pak olan Allah öz quluna haqqı batildən ayırt edən kitabını nazil etdi ki, sən aləmləri
qorxudasan, insanları və cinləri qorxudasan. O Allah ki, bütün mülk, yerin və göyün səltənəti ona məxsusdur. O özünə heç bir övlad götürməyib, onun mülkündə heç bir şəriki yoxdur. O hər bir şeyi öz ölçüsündə, öz qədərində yaradıb. Allah Teala burada 4 sifətli özünü xatırlatdı. Birinci, bütün yerin və göyün mülkü ona məxsusdur. O özünə heç bir övlad götürməyib. Təbii ki, bu ayət ilə o özünə heç bir övlad götürməyib deməklə xristiyanlara İsa Allahın oğludur və yaxud da Yahudilərdən Üzeyr Allahın oğludur deyənlərə cavab olaraq qeyd edir ki, Allah özünə heç bir övlad götürməyib, onun mülkündə heç bir şəriki yoxdur. O hər bir şeyi öz qədərində, ölçüsündə yaradan Allahdır. Təbii ki, Allahın yaratdıqlarına biz baxan zaman, necə ariflərdən, alimlərdən soruşan zaman Allah haradadır, Allahı necə dərk edək, Allahı necə görək, deyərdilər ki, Allah başının üzərində tonlarla suyu daşıyan buludlardadır. Allah o buludları şimala, cənuba çəkən küləkdədir. Allah rənglərinizin müxtəlifliyində və dillərinizin fərqliliyindədir. Allah Teala aldığın hər bir nəfəsdədir. Hara baxarsansa bax, Allahı orada görərsən, Allah sənin boynundan da, boynunun şax damarından da sənə yaxındır. Və Allah Teala varlıq aləmi Allahın varlığının göstəricisidir. Təbii ki, bu nizam-intizam əsasında qurulan Allah bir nazimin, bir hikmətli yaradanın olmasını ağıllı insana sübut edir və ağıllı insan da bunu təsdiq edir və deyir, ya Rabbim, sən bu kainatı əbəs yerə yaratmamısan, sənin nizamın, bu cür nizam-intizam əsasında yaratdığın bu kainatı heç əbəs yerə yaratmamısan, elə isə sənin qüdrətin böyük olduğu kimi cəhənnəm atəşində şiddətli olar, elə isə bizi cəhənnəm atəşindən qoru. Ağıllı insanlar bunu görüb, dərk edər və Allahdan bağışlanmaq istəyər, Allaha sığınar, Allahın rəhmətinə ümid bəsləyər, Allahın məğfirətini istəyər. Və Allah Teala bu mübarək ayədə öz qüdrət nişanələrini göstərdi. Təbii ki, insanın yaradılış aləminə baxan zaman yer üzərinə alimlər təsdiq edirlər ki, əgər yer kürəsinin, yer üzünün qabığı hal-hazırda yer qatı indiki vəziyyətindən daha qalın olsaydı, yer üzərində atmosfer olmazdı, hava, oksigen olmazdı, insan nəfəs ala bilməzdi. Dənizlər və dəryalar olduğundan bir neçə metr dərin olsaydı, yerin oksigen və karbonu udardı, insanlar nəfəs ala bilməzdi. Və yer və səmanın atmosfer qatının daha nazik olsaydı, indiki hal-hazırdakı mövcudun olduğundan daha nazik olsaydı və günəş şüaları yer üzərində lazım olan canlıları məhv edərdi. Və eyni zamanda bütün bunlar göstərir ki, Allah hər bir şeyi nizam-intizam əsasında yaradıb, Allahın yaratdıqlarında bir nöqsan, bir qüsur yoxdur. Tarixi səhvələyən zaman görürük, qeyd olunur ki, Avustraliyada bir zaman çəpər əvəzi kaktus ağacına bənzər bir ağaclar əkmişdilər və bu ağaclar o qədər artdı ki, onun qarşısını ala bilmədilər. Hətta ölkəni, şəhərləri belə basmağa başladı. Onun qarşısını almaqda insanlar, Avustraliyada cəmiyyət aciz qaldı. Bu Allahın görünməz ordusu bütün şəhəri bastı. Hətta əkin sahələri belə yararsız vəziyyətə düşmüşdü. O zaman mütəxəssislər düşündülər ki, yalnız bu qida ilə qidalanan həşərat tapıb gətirmək lazımdır və nəticədə yalnız kaktusla, həmən o ağacla qidalanan həşəratı gətirib orada yerləşdirəndən sonra artıq o həşəratlar onların kökünü kəsdi, yəni lazım olan qədərini saxladı və bu göstərdi ki, bizim heç saydığımız, bizim əhəmiyyət vermədiyimiz həşəratlar bu kainat üçün, yaşadığımız bu dünya üçün nə qədər mühüm, nə qədər əhəmiyyətlidir. Bütün bir ölkənin ordusunun qarşısını ala bilmədiyi bir bitkini Allahın yaratdığı kiçik bir həşəratlar onu nizamlayır, tənzimləyir, onun lazım olan qədərini yeyir, lazım olan qədərini isə insanlara fayda verəcəyi qədərini isə saxlayır. Bütün bunları insan görən zaman, oxuyan zaman yalnız və yalnız Subhanallah deməkdən başqa üzərinə bir şey düşmür. Yəni Allah bütün eyb və nöqsanlardan
uzaqdır. Allahın qüdrəti çox böyükdür. Ya Rabbim, sənin qüdrətin böyük olduğu kimi sənin cəzan da, intiqamın da böyükdür. Odur ki, bizi öz rəhmətinlə əhatə et, bizi cəhənnəm ateşindən qoru, bizim qəlbimizi hidayət etdikdən sonra azdırma, bizi Qur'an-ı Kərimin ayətlərini oxuyub onu düşünən qullardan qərar ver. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.